Rüya mülafiqətin Kərimov Teymurla bağlı məhkəmə prosesi keçirildi. Məhkəmə prosesi təxirə salındı ona görə ki, birinci instansiya məhkəməsində biz aidiyyat risklə tanış ola bilməmişdik. Hakim şərait yaratmamışdı, icazə verməmişdi. Bu onunla bağlı vəsait tanış olaq. Çünki məhkəmənin hökmündə və protokol özündə dəhşət dərəcədə saxtalaşdırma var. Yəni bütün oradakı çıxışlar saxtalaşdırılıb. Və qanunverici əsasən əgər müəyyən deyilsə, məhkəmə və advokasit əsas götürməlidir. Və dünən bizə şərait yaradılmadı advokasitlə tanış olmağa. Bu yenidən vəsada isə təmin olunmuşdur. Təzədən məhkəmə aprel ayında təxirə saldı ki, həmin müddətdə biz birinci instansiya məhkəməsinin advokasit diski ilə tanış olaq və qeydlərimizi verək. İkincisi, bu gün həm də Azərbaycan Xalq Cəbhəsinin üzvü Əsgərov Zahirlə bağlı həbs qəti imkan tədbirindən verilmiş şəhətə baxıldı. Onu 282-ci maddə dövlət əleyhinə açıq çıxışlar maddəsi ilə hakimiyyətin zorla dəyişdirilməsi, zor tətbiq edilməsi çağırışla bağlı mühakimə olunub. Tamamilə mən sadəcə birinci instansiya məhkəməsinin qərarla tanış oldum. Tamamilə cəfəngəhdə orada özlərini yazdıqları ki, WhatsApp qrupunda bu hansı yazılar yazıb, o yazılar hökumətə çağırışlardır. Sadəcə yazıb, tək hökumət dəyişsin, Allah böyük dövlətin evini yıxsın, mitinqə gələnə yol pulu vermək lazımdır yarına. Belə sözlərdir və bununla bağlı sadəcə onu açıq çağırış qoyub, barəsində təqsirləndən qismində cəlb etmə qərarı qəbul edir, barəsində həbs qəti imkan tədbiri seçilir. Orada elə bir onların təqdim etdiyi WhatsApp danışıqlarında hökumət əleyhinə, hökumətin zorla dəyişdirməsi əleyhinə çağırışlar yoxdur. Hökumət əleyhinə var, ifadə azadlığı, Kanun 52-ci maddəsi buna icazə verilir və tutalım işləmə. Əzinovu davam edir. Sağ olun. Salam Əlövsət bəy. Salam. Məhkəmə prosesi necə keçdi? Teymur Kərimovun məhkəmə prosesində bu apellyasiya məhkəməsində verilmiş şəhədə əsasən keçirilən prosesdə iştirak elədim. Mən bu proseslərin bir çoxunda iştirak eləmişəm. Teymur Kərimova aid olan cinayət işinədir. Əvvəldən də məlumdur və indi də məlumdur. Bu prosesdə də görünür ki, məhkum olunan şəxsin hüquqları müdafiə olunmur, təmin olunmur. Və hesab edirəm ki, burada da hər hansı nəyəsə ümid eləmək, verilmiş şəhətə ədalətlə baxılacağına inanmıram, etibar eləmirəm. Teymur Kərimov təbii ki, jurnalistika fəaliyyəti ilə əlaqədar həbs olunubdur. Bu proseslərdə iştirak edildiyim proseslərdə də bunu əyani şəkildə sübut edən faktlarla tanışam. Teymuru günahlandırmaq üçün hüquqi bir əsas yoxdur və bütün proseslər hamısı İstək Totiyeva, onun verdiyi ifadələr planlar oradan da aydın olub ki, Teymur Kərimovun ümumiyyətlə onların İstək Totiyevanın apardığı söhbətlərdə, danışıqlarda heç bir xəbər olmuyor. Orada da sübut olundu. Sadəcə olaraq Teymur Kərimovu tutmaq lazımdır. Sifariş onun tutulmasıydı. Ona görə o tutulmalıydı ki, Tərtər hadisələrini birinci işıqlandıran, yerində işıqlandıran jurnalistlərdən, iki jurnalistdən biri idi. Gədəbəydə Söyüddü hadisələrini işıqlandıran ən öndə gedən jurnalistlərdən biri idi. Bir jurnalist qrupası var idi. O jurnalist qrupası operativ fəaliyyət göstərirdi. O da bu hakimiyyətin xoşuna gəlmirdi. Bu hakimiyyəti onların fəaliyyəti qane eləmirdi. Azad Söz kanalı ilə əməkdaşlıq eləyirdi və ağır deməli o banditlər deyilən yerdə istintaq zamanı Teymur Kərimov ifadə vermişdi ki, ona işgəncələr veriblər. Həm də bu işgəncələrdən əlavə ondan həm də soruşublar ki, sənin azad sözünə nə əlaqən, niyə ondan əməkdaşlıq eləyirsən? Belə məsələlər də var. Ümumiyyətlə bir çox hökuməti narahat edən məsələlərə görə Teymur Kərimov həbs olunmalıydı və həbs olundu. Ona görə ədalətsizdir. Təbii ki, yuxarıdan verilmiş siyasi sifarişdir. Siyasi sifariş əsasında jurnalistika fəaliyyətinin əlaqədar həbs olunub və siyasi məhbusdur, vicdan məhbusudur bu adam. Bu məhkəmədən də hər hansı bir ədalət gözləmirəm. Çünki yuxarıdan verilib
sifariş yukarıdan verilib. Ne vaxt o sifarişi verenler razılıq versə, onda Teymur Şəmurda azadlığı olacaq. Onda onun haqqında da ədalətli bir qərar çıxartmaq mümkün olacaq. Yəni qərarı məhkəmə vermir. Azərbaycanda məhkəmə yoxdur. Məhkəmə burada qərar vermir, məhkəmə hökmü vermir. Hökmü verən yuxarı orqanlardır. Onlara o tapşırıqları verənlərdir. Onların hökmü nədirsə məhkəmədə onun sadəcə olaraq vəzifəsi ondan ibarətdir ki, onu oxuyur. Ayrı bir vəzifəsi yoxdur, ayrı bir statusu, daha doğrusu statusu olsa da səlahiyyəti yoxdur. O səlahiyyət, məhkəmənin səlahiyyəti əlindən alınıb. Ona görə də Teymur da, bütün siyasi məhbuslar da ona görə içəridədir. Çok sağ olun. Təşəkkür edirəm, sağ olun. Salam Cəfər bəy. Salam. Hər vaxtınız xeyirli olsun. İnsan hüquqlarını müdafiə etmək. Teymur Kərimov haqqında nə deyə bilərsiniz? Teymur Kərimovun işi Müdafiə Xətti İnsan Hüquqları Təşkilatı olaraq əvvəldən Aktakin monitorinq etmişik. Onun ilkin mərhələdə məhkəməsi. İşdə bayaq dediyim kimi o qədər pozuntular var ki, həm prosedur pozuntular, həm faktların saxtalaşdırılması. Əgər apellyasiya məhkəməsi işə ədalətli baxsa və heç olmasa qismən istintaq aparılmaqla baxsa, aydın məsələdir ki, məsələ məhkəməyə qaytarılmalıdır və yaxud da ilkin istintaqa qaytarılmalıdır. Orada sənədlərin baxılmasında da yazışmalara ortada olmaması, ümumiyyətlə həddən artıq çox çatışmamazlıqlar var. Bugünkü mərhələdə vəsatət verildi audio yazıya qulaq asılmağı haqqında, ilkin məhkəmənin audio yazısına qulaq asılması haqqında və vəsatət qəbul olundu. Ona görə də təxirə salındı. 10 aprel saat 15:30-a. Sağ olun. Değerli izleyiciler, izlediğiniz için teşekkür ederim. Kanalımıza abone olun.